Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme subhaneke la ilme lana illa ma allamtana inneke entel alimul hakim. Allahümme salli ve sellim ve barik ala abdike ve rasulike Muhammed ve ala alihi ve sahbihi ecma'in emmə ba'd. İnşallah bugün bir məsələ haqqında danışmaq istəyirəm, qardaşlar. O da huruful muqatta adlanır. Yəni, Quranda keçən əlif, ləm, mim və həmçinin yasin və s. hə, mim, yəni bu hərflərin nə məna daşıdığı, yəni ümumiyyətlə bu hərflər haqqında, yəni bu hərflər nə deməkdir, yəni bunun mənası varmı? Yəni bu haqda danışmaq istəyirəm. Yəni ola bilsin, yəni Allah Taala işləyənlər üçün faydalı etsin. Və bu məsələ ümumiyyətlə alimlər arasında güclü ixtilafda, yəni ixtilafın olmasına gətirib çıxardıb. Yəni alimlər çoxlu ixtilaf ediblər bu məsələ haqqında. Yəni Quranda keçən surələrin əvvəlində qeyd olunan o hərflər, əlif kimi, ləm kimi, mim kimi, kəf, hə, yə, ayn, sad, ta, hə, yəni bu hərflərin mənası haqqında alimlər güclü ixtilaf ediblər. Hətta Muhammed Əmin Şinqiti rahimehullah buyurur ki, Ədvaul Bəyan kitabında buyurur rahimehullah: "İ'lem enel ulema ixtalafu fil murad bil hurufil muqatta'a fi awail suvar ixtilafen kethira." Muhammed Əmin Şinqiti buyurur rahimehullah, bil ki, alimlər surələrin əvvəlində qeyd olunan hərflər haqqında güclü ixtilaf ediblər. Alimlər bu haqda ixtilafen kethira, yəni çoxlu ixtilaf ediblər. Allahu aləm, bu ixtilafın səbəbi, yəni mənə gəlib çatana görə Allahu aləm bis-savab, yəni bu barədə Quran və sünnədə sarih nasın olmamasıdır. Yəni Quran və sünnədə sarih nas varid olmayıb deyə, yəni bu hərflər nə deməkdir, nə mənadadır, yəni nas gəlməyib deyə, yəni qəti olaraq bir şey olmadığı üçün alimlərin ixtilafının hasil olmasına səbəb olub. Yəni alimlərin ixtilaf eləməsinə səbəb olub. Yəni Quran sünnədə nasın varid olmaması. Buna görə yəni inşallah əvvəlcə yəni o alimlərin yəni ixtilafını, yəni bir neçə qövlü rəyi qeyd edəcəm. Yəni alimlər nə kimi açıqlamalar veriblər və sonra sonda racih, yəni üstün rəyi qeyd edəcəm və hətta yəni qulaq asanlar, baxanlar bilsinlər ki, məsələ nə yerdədir. Yəni huruful muqatta'a, yəni bu hərflər Quranda surələrin əvvəlində qeyd olunan hərflər nə mənaya gəlir, nə də onların mənası və ya varmı onların mənası, yəni niyə Allah Taala bu hərfləri indirib və Allahdan istəyirəm ki, yəni eşidənlər üçün faydalı etsin. Deməli, birinci qrup alimlər deyiblər ki, o hərflər hiyə mimmə istə'sərəllahu Teala bi'ilmihi, yəni o hərflərin deyil mənasını Allah Taala özündə saxlayıb. Allah Taala o hərflərin mənasını özündə saxlayıb və heç kimə bəyan etməyib. Yəni həmim, sad, tahə, yəni bunların mənasını Allah Taala bizə bildirməyib və özündə saxlayıb. Və bunu deyən alimlərdən bəzi alimlər, yəni bəzi təfsir kitablarında, yəni təfsirçilər öz kitablarında yəni bu qövlü səhabələrə nisbət edirlər və hətta bəziləri deyirlər ki, bu sirdir, hiyə sirrul Qur'an, yəni Qur'anın sirridir və Allah Taala bu sirri heç kimə bəyan etməyib. Allah Taala bu sirri, yəni bu qövlü deyən alimlər deyirlər ki, bu mütəşəbihdir, Allah Taala bunu heç kimə bəyan etməyib və bu qövlü təfsirçilər öz kitablarında nisbət edirlər, yəni bəzi təfsirçilər nisbət edirlər 4 xəlifəyə. Deyiblər ki, Əbu Bakr radiyallahu anhu, Ömər, Osman və Ali, yəni bu rəyi, bu görüşü nisbət ediblər onlara, yəni onlar 4 xəlifə bu rəyi deyiblər. Və həmçinin tabinlərdən gəlib, həmçinin Sufyan Soridən, həmçinin bəzi mühəddislərdən varid olub ki, onlar da bu rəyi deyiblər. Və həmçinin bu qövlü Əbu Hatib ibn Hibban rahimehullah tərcih edib. Həmçinin
səhv eləmirəmsə İbn Həzm rahimehullah yəni bunun haqq olmasına meyl edirdi və həmçinin Şəvkani rahimehullah meyl edirdi bu qövlün haqq olmasına. Və necə qeyd etdim, yəni təfsirçilər öz kitablarında bunu 4 xəlifəyə, yəni kimsə açıb təfsir kitablarına baxsa və görsə ki, bu qövl, yəni Allah Taala onu öz elmində saxlayıb, bunu 4 xəlifəyə nisbət olunduğunu görsə, yəni bu təfsir kitablarında var. Lakin təfsir kitablarında Əbu Bakrdan, Ömərdən, Osmandan və Əlidən gələn bu rəvayətlərin hamısı zəifdir, yəni sabit olmayıb. Yəni qəti olaraq bu əsərlər, yəni sahabələrdən, yəni 4 xəlifədən xüsusən sabit olmayıb, səhih olaraq. Bunlar hamısı zəifdir. Lakin olub bəzi alimlərdən, yəni bunu tərcih edib, hətta Əbu Həyyan rahimehullah buyurur ki, وَالَّذِي أَذْهَبُ إِلَيْهِ yəni mənim meyl etdiyim görüş, yəni mənim üstün saydığım görüş odur ki, أَنَّ هَذِهِ الْحُرُوفِ فِي فَوَاتِحِ السُّوَرِ مِمَّا اِسْتَأْثَرَ اللّٰهُ بِعِلْمِهِ مِنَ الْمُتَشَابِهِ yəni bu cür zikr edib. Yəni deyir ki, Əbu Həyyan rahimehullah, yəni mənim qeyd etdiyim görüş odur ki, meyl etdiyim, Allah Taala onların mənasını özündə saxlayıb və heç kimə bəyan etməyib və o mütəşabihlərdəndir. Lakin yenə qeyd edirəm, yəni bu sahabələrə nisbət olunan, hansı ki, rəvayət olunub Əbu Bakrdan, yəni bu rəvayət olunub, yəni bəzi təfsirçilər öz kitablarını rəvayət edir, lakin bunlar heç biri sabit olmuyor və səhv eləmirəmsə bunu ilk, yəni sahabələrə nisbət edən Əs-Sə'ləbi adında yəni bir alim var, yəni onun öz məşhur təfsirində bunu qeyd edir və həm Səmərqandi yəni bunu rəvayət edir Əbu Bakrdan, Ömərdən, Osmandan və Əlidən. Lakin mən necə qeyd etdim, bu zəifdir, yəni səhih rivayətlə gəlməyib ki, Əbu Bakr radiyallahu və 4 xəlifə, yəni 4 xəlifə bunun mənasını Allaha həvalə etsinlər. Yəni mənası bilinmir, Allah Taala öz elmində saxlayır. Yəni bu qövl sabit olmuyor. Hətta İbn Aşur rahimehullah, yəni böyük təfsirçilərdəndir, öz təfsir kitabında buyurur ki, və nusibə həzə ilə xulafəil ərba'a. Bu qövl, yəni birinci qövl, hansı ki zikr etdim, 4 xəlifəyə nisbət olunur, lakin fi rivayətin dəifə, zəif rivayətlərlə nisbət olunur. Yəni xülasə odur ki, yəni 4 xəlifəyə isnad etmək olmaz. Bu qövlü 4 xəlifəyə isnad etmək olmaz. Və ikinci qövl odur ki, hiyə əsməun lis-suvar əlləti iftutihət bihə. Bu surələrin adlarıdır. Hansı ki, yəni surənin əvvəlindəki varid olub o hərflər, o həmin o surələrin adlarıdır. Yəni hansı surənin əvvəlindəki huruful müqatta, yəni bu hərflər zikr olunub, əlif, ləm, mim və s. Hə, mim, bahə, bu deyiblər ki, bir qrup alimlər, yəni bu o surələrin adlarıdır. Yəni bunu deyənlər də var. Bunu deyənlərdən Abdurrahman ibn Zeyd bunu deyib. Həmçinin bu Mücahiddən rivayət olunur və həmçinin Qatadədən də rivayət olunur və həmçinin Zeyd ibn Əsləmdən rivayət olunur ki, o bunu deyir. Və həmçinin bunu Zəməxşəri, yəni öz təfsirində bunu deyir. Və həmçinin İbn Sibuveyhdən rivayət olunur ki, yəni nəhv alimlərindəndir, yəni qrammatika alimlərindən olan Sibuveyh, o da bunu deyirdi. Deyirdi ki, o surələrin adlarıdır. Necə bunu Muhammed Əmin Şinqit rahimehullah öz təfsirində qeyd edir və buyurur ki, "Nuqilə an Sibuveyhi ənəhu nass aleyhi." Yəni Sibuveyhdən nəql olunur ki, o bunu deyənlərdən idi. Və bu ikinci olan qövldür. Və üçüncü qövl odur ki, yəni üçüncü qrup alimlər deyiblər ki, yəni bunlar hamısı, yəni məsələ haqqında alimlərin dediyi sözlərdir. Və üçüncü qrup alimlər deyiblər ki, hiyə min əsməilləh. Hiyə min əsməilləhi təalə. Bu hərflər, əlif, ləm, mim və ya tahə və ya həmim və ya sad, bunlar huruful müqatta'a və ya huruful hicə deyilir buna. Bu Allah Taala'nın adlarıdır. Bu Allah Taala'nın adlarıdır. Və bunu deyənlərdən Səlim ibn Abdullah olub və Səlim ibn Abdullah bunu deyib. Həmçinin Şəbidən rivayət olunur. Həmçinin İsmail ibn Abdurrahman Əs-Suddi, yəni bu da böyük təfsirçilərdən olub, Əl-Kəbir. Həmçinin rivayət olunur, İbn Abbasdan rivayət olunur bu. Və həmçinin İkrimədən rivayət olunur. Yəni bunlar bu alimlərdən rivayət olunur ki, yəni onlar belə deyənlərdən idi. Və dördüncü qrup alimlər, yəni bu hamısı
yenə qeyd edirəm, qardaşlar, yəni bu məsələ barəsində olan rəylərdir. Və lakin sonunda racih rəy, üstün rəy qeyd edəcəm ki, hətta yəni, baxanlar bilsinlər ki, üstün racih rəy hansıdır. Və 4-cü qrup alimlər deyiblər ki, hiyə hurufun, bu o hərflərdir ki, kullu vahidin minhə min ismi min əsməihi cəllə və alə. Bu hərflərin hər biri Allahın bir adıdır. Bu hərflərin hər biri Allahın bir adıdır. Yəni, məsələn, deyəndə ki, əlif, yəni Allah, ləm, yəni latif, yəni Allahın ismi, mim, yəni məcid. Yəni, hərflərin hər biri Allahın bir adına dəlalət edir. Yəni, bunu da deyən alimlər var. Yəni, bu da həmçinin rivayət olunur. Yəni, rivayət olunur, yəni təfsir kitab, yəni təfsir kitablarında təfsirçilər rivayət ediblər bunu İbn Abbasdan, həmçinin rivayət ediblər İbn Məsuddan, həmçinin Əbu Aliyədən rivayət olunur. Bunlar nəyə əsaslanıblar? Yəni, bu qövlü deyənlər ki, o hərflərin hər biri Allah Taala'nın bir adıdır və bunlar əsaslanıblar ki, yəni bunlar deyirdilər ki, ərəblər bir, yəni ümumiyyətlə ərəblərdə belə bir şey var idi. Yəni, ərəblər bir hərfi deyirdilər və o hərflə tam kamil mənanı qəsd edirdilər. Yəni, elə bir, yəni ərəblər misal üçün deyəndə ki, zeyn, yəni z hərfini deyəndə artıq zeydir demək istəyirdilər. Mim deyirdilər ərəblər və Muhammed mənasındaydı. Yəni, bu da yəni ərəblərdə olan yəni, bir yəni, danışıq üslubu idi. Yəni, onlar buna əsaslanaraq deyiblər ki, onların hər biri Allah Taala'nın bir adıdır. Lakin bu qövüllər ki, var qardaşlar, yəni hansı ki, qeyd etdiyim 1, 2, 3, 4 hansı ki, alimlər və həmçə sahabələrdən, tabinlərdən rivayət olunur. Yəni, ümumiyyətlə, bura qədər danışdığım qövüllərin, yəni rəylərin heç biri racih rəy deyil. Hamısı mərcuhdur. Hamısı mərcuhdur. Xüsusən də yəni, o alimlər ki, eşitdiniz, yəni deyir ki, Allahın isimlərindəndir və s. Yəni, və ya misal üçün o surələrin adları, xüsusən də Allahın isimlərindən deyən ümumiyyətlə alınmır. Yəni, bu yəni, bizdə yəni, Allah Taala'nın isimlərinin alınmasında qaydalar var əhl-i sünnədə. Yəni, Allah Taala'nın isimləri necə alınır? Necə ki, bu mərufdur, yəni qeyd etmişik. Yəni, əsma sifətlə bağlı olan dərslərdə ki, yəni Allah Taala'nın adları nasdan bilinir. Yəni, nas olmasa, Quran sünnət dəlalət etməsə, artıq Allaha ad vermək olmaz. Və bu da sabit olmayıb, yəni bu adların əlif, ləm, mim, yəni ki, Allahın adları olsun. Ümumiyyətlə, bu görüşlərin hamısı, yəni heç biri yəni, racih deyil, hamısı mərcuhdur, yəni səhih olmayan görüşdür. Əgər səhih olsaydı, yəni bunlar sabit olsaydı, bu, yəni o alimlər ki, bu qövülləri qeyd ediblər və bunlar səhih xəbərlə varid olsaydı, yəni biz qəbul edərdik. Necə ki, bunu İbnül Arabi rahiməhullah buyurur ki, فَلَوْ جَاءَ خَبَرْ صَحِيح. Fikir verin, İbnül Arabi buyurur ki, فَلَوْ جَاءَ بِخَبَرٍ صَحِيح بِأَنَّهُ إِسْمٍ مِنْ أَسْمَاءِ اللّٰهِ أَوْ مِنْ أَسْمَاءِ السُّوَرِ أَوْ الْقُرْآنِ لَخْتَرْنَاهُ وَاَعْتَقَدْنَاهُ. Əgər səhih xəbərlə varid olsa ki, bu Allahın bir isimlərindəndir, bu Quranın adıdır və ümumiyyətlə surələrin adıdır, yəni biz bunu, bu xəbəri qəbul edir və etiqad edərdik. Lakin bu sabit olmuyor. Ona görə bu görüşlərin hamısı mərcuhdur. Lakin necə sual verilsə ki, bəs racih rəy, üstün rəy hansıdır? Ümumiyyətlə, bu hərflər nə deməkdir? Və səhih olaraq mənası hansıdır onun? Və səhih, qardaşlar, bu hərflərin mənası odur ki, səhih, racih görüş odur ki, bu hərflər sadəcə hərfdir. Ərəblərin danışdığı, ifadə etdikləri hərflərdir. Məsələn, yə, sin, əlif, ləm, mim. Yəni, bu, ərəblərin danışdığı bir hərfdir. Yəni, onlar xitab edirdilər, danışdıqlarında olan adi bir hərfdir. Lakin, yəni, soruşulsa ki, yəni, biri soruşsa ki, niyə Allah Taala bunu indirib? Yəni, nədir bu hərflərin mənası? Nədir bu hərflərdə olan məqsəd, bu hikmət? Yəni, hərflərdə olan hikmət nədir? Yəni, niyə Allah Taala bunu indirib? Yəni, bu sual verilsə, Muhammed Əmin Şinqiti rahiməhullah
buyurur ki, Advaul Bəyan kitabında səhv eləmirəmsə Hud surəsinin təfsirində buyurur ki, bu məsələn racih rəy qeyd edir və buyurur ki, ennel huruful muqatta'a, yəni səhih rəy odur ki, zukirət fi əvaili suvarəlləti zukirət fiyhə bəyanə li icazil Qur'an. Bu hərflər hansı ki, surələrin əvvəlində zikr olunub, bunlar Qur'anın icazlığının bəyanıdır. Qur'anın icazlığının bəyanına görədir. Yəni, belə ki, yəni o mənada ki, yəni insanlar bunun mislində gətirməkdə acizdirlər. Yəni Allah təbaraka və teala bu hərfləri xitab edir, yəni bu hərfləri danışıb, əlif, ləm, mim, hə, mim. Ona görə ki, yəni Allah Teala onlara bildirmək istəyib ki, ərəblərə, hansı ki o vaxt müşriklərdə olan ərəblər, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında Quran enirdi. Allah Teala bu hərflərlə bildirmək istəyir ki, baxın, bu hərflər hansı ki surələrin əvvəlindədir və sonra ayələr nazil olur ondan sonra. Bu hərflər sizin xitab etdiyiniz, sizin danışdığınız adi o hərflərdir. Yəni, adi sizin bir-birinizə xitab etdiyiniz, sizin bildiyiniz hərflərdir. Əlif, ləm, mim. Əgər bacarırsınızsa, bunun mislində bir şey indirin. Yəni, əgər bacarırsınızsa, bunun mislində nəsə gətirin. Yəni, Allah Teala sanki onları bir növ aciz qoyur. Yəni, bildirir ki, bu sizin danışdığınız hərfdir, sizin xitab etdiyiniz, bir-birinizə söylədiyiniz sözlərdən olan ibarət bir hərf. Yəni, hərf, yəni, bunun heç bir mənası yoxdur. Yəni, hərfin ra hərfinin. Nə məna? Hərfdir, bir hərfdir, ra, mim, misal, mim hərfinin. Lakin məqsəd, yəni, mənası hikmət. Burada odur ki, Allah Teala, yəni, bu hərf elə belə enməyib. Yəni, heç kim deyə bilməz ki, bu hərf elə belə enib və bunun mənasını Allah bilir, yəni, bunun mənası qiyamətdə açıqlanır və s. Yox, bunun hamısı mərcuddur. Yəni, Allah Teala bunu endirib mənası var. Məqsəd var, hikmət var enməkdə. O hikmət də aydındır. Yəni, icazil Qur'an, yəni, Qur'anın icazlığının sübutu. Yəni, Allah Teala bunu bu surələrin əvvəlində qeyd edirdi ki, onları, yəni, Allah Teala aciz qoyur və onlara göstərir ki, yəni, bu Quran-ı Kərim, bu nazil olan, Muhammed sallallahu aleyhi ve sellem nazil olan Quran sizin danışdığınız o hərflərdir ibarətdir. Əlif, ləm, mim, sad, ta, hə, yəsin. Bunlar hamısı sizin danışdığınız hərfdir. Əgər bacarırsınızsa, yəni, siz bu Quranın mislində bir şey gətirin. Lakin Allah Teala onları belə aciz qoyur. Və bu da Quranın haqq olmasına işarədir. Baxın, yəni burada bir incə məqam var. Allah təbaraka və teala o ayələrdə ki, daha doğrusu o surələrdə ki, bu hərfləri huruful muqatta'a zikr edir. Yəni Allah, baxın, misal üçün Bəqərə surəsində. Allah təbaraka və teala buyurur, əlif, ləm, mim. Bu əlif, ləm, mimdən sonra Allah Teala'nın kitabı zikr olunur. Zəlikəl kitab. Bu da onu göstərir ki, yəni nə qədər ki, Quran-ı Kərimdə bu huruful muqatta'a var, bu hərflər var. Bunların hamısından sonra Allah Teala öz kitabından danışır. Yəni öz kitabından zikr edir Allah Teala. Yəni bu da o deməkdir ki, yəni Allah Teala bu hərfləri deyəndən sonra, yəni öz kitabını, yəni Quran-ı Kərimdən danışır və bu da dəlalət edir ki, yəni məhz yəni bu Quranın icazlığının bəyanıdır. Yəni, əlif, ləm, mim, zəlikəl kitab. Fikir verin. Əlif, ləm, mim, zəlikəl kitabu, la raybə fihi. Hudən lil-muttəqi. Bu o kitabdır ki, bunda heç bir şək, şübhə yoxdur və müttəqilərə haqq yolu göstərən bir kitabdır. Və sonra, baxın Əl-İmrana. Yəni, Bəqərə surəsindən sonra Əl-İmran surəsi. Allah təbaraka və teala o surədə də buyurur ki, əlif, ləm, mim, Allahu la ilahə illə huvəl hayyul qayyum, nəzzələ aleykəl kitab. Fikir verin, sənə kitabı nazil edən. Nəzzələ aleykəl kitab bil haqq. Həmçinin sonra Allah Teala yəni Araf surəsində, yəni ondan sonra gəlir, yəni Araf surəsində əlif, ləm, mim, sad. Yəni bu hərflərdən sonra yenə kitabdan söhbət edir Allah Teala. Kitabun unzilə ileyk. Fikir verin, sənə nazil olan kitab. Kitabun unzilə ileyk. Və həmçinin sonra Yunus surəsində Allah təbaraka və teala buyurur ki, əlif, ləm, mim, ra. Sonra fikir verin, tilkə əyətul kitabil hakim. Tilkə əyətul kitab. Fikir verin, bu yəni, hikmətli ayələrin, kitabın ayələridir. Tilkə əyətul kitabil hakim. Və sonra Allah təbaraka və teala, baxın,
Hud surəsində. Buyurur ki, Əlif, Lam, Mim, Ra. Kitabun uhkimət əyətuhu thumma fussilət millədun həkimin xəbir. Fikirlərin Əlif, Lam, Mim, Ra. Kitabun, yenə Allah Teala kitabdan söhbət edir. Yəni Əlif, Lam, Mim, Ra. Kitabun uhkimət əyətuhu thumma fussilət. Yəni, bu da yəni, bunlar hamısı dəlalət edir ki, yəni, bu hərflərdən sonra yəni, Quran-ı Kərimin zikr olunması, yəni, bu hərflər dəlalət edir ki, Allah Teala surələrin əvvəlində bu hərfləri deyirdi və onları aciz qoyurdu ki, və sonra kitabı zikr edirdi və bu da dəlalət edir ki, yəni, bunun mənası odur ki, yəni, hikməti odur ki, Allah Teala onları aciz qoyurdu ki, yəni, əgər bacarırsınızsa, baxın, yəni, sizin danışdığınız hərflərdən ibarətdir bu kitab və ondan sonra kitabı zikr edir. Bu kitab sizin danışıqlarınızdan, kitablarınızdan ibarət olan hərflərdən ibarətdir. Lakin bunun mislində gətirə bilmirsiniz. Və hətta baxın, Allah Təbarək və Teala ondan sonra gəlir Yusuf surəsi buyurur ki, Allah Teala Əlif, Lam, Mim, Ra, tilkə əyətul kitabil mubin. Yenə Allah Teala bu hərflərdən sonra kitabdan söhbət elədi. Əlif, Lam, Mim, Ra, tilkə əyətul kitabil mubin. Və sonra Allah Teala Rad surəsində yenə Əlif, Lam, Mim, Ra, tilkə əyətul kitabi vəlləzi unzilə ileykə min rabbikəl haqq. Həmçinin Allah Təbarək və Teala İbrahim surəsində buyurur ki, Əlif, Lam, Mim, Ra, yəni İbrahim surəsində, yəni Əlif, Lam, Mim, Ra ilə başlayır, sonra yenə kitab. Kitabun ənzəlnəhu ileyk lituxricən nəsə minəz-zulümati ilən-nur bi-izni rabbihim ilə sıratil əzizil həmid. Məncə Hicr surəsində deyir Allah Təbarək və Teala Əlif, Lam, Mim, Ra, daha doğrusu Əlif, Lam, Ra, tilkə əyətul kitab və Qur'anin mubin. Yenə Allah Teala burada və necə həmçinin İbrahim surəsində də yəni Əlif, Lam, Ra, həmçinin Allah Teala bu hərflərdə hansı Əlif, Lam, Mim və bəzilərində Əlif, Lam, Ra və ya bəzilərində kəf, hə, yə, ayn, sad və ya sad. Ümumiyyətlə, bu hərflərdən sonra yenə Allah Teala öz kitabından zikr edir. Və Hicr surəsində də və son olaraq, yəni bunu da qeyd edim, Allah Təbarək və Teala buyurur ki, Əlif, Lam, Ra, tilkə əyətul kitab və Qur'anin mubin. Yenə bu hərflərdən sonra Allah Teala bu kitabdan, yəni bu o kitabdır ki, açıq, aydın oxunan kitabdır. Qur'anin mubin. Yəni, bu kitab açıq aydındır, haqdır. Və bu da dəlalət edir ki, bu qovl, racih və üstün olan rəydir və bu rəyi tərcih edən alimlər, böyük mühaqqiqlər olmuşdur. Yəni, əksər mühaqqiqlər, yəni təhqiqatçılar, əksər hətta Şeyxülislam İbn Teymiyyə rahiməhullah və həmçinin İbn Kəthir və həmçinin İmam Mizzi rahiməhullah, yəni bunlar yəni, bu görüşü daha üstün görmüşdülər. Yəni bu görüşü tərcih edənlər, yəni, üstün sayanlar, daha səhih, etibarlı görənlər Şeyxülislam İbn Teymiyyə rahiməhullah olmuşdur və həmçinin digər mühaqqiqlər, həmçinin Muhammed Əmin Şinqiti rahiməhullah bu qövlü, yəni ümumiyyətlə öz kitabında, Ədvaul Bəyan kitabında zikr edəndən sonra aqvalları yəni, bu qövlü tərcih edilir və buyurur ki, sonda bu daha üstün qovuldur, bu daha üstün rəydir. Ona görə də yəni istədim xatırladam yəni, bu hərflər haqqında yəni, qısa qeyd etdim və Allahdan istəyirəm ki, yəni, eşidənlər üçün faydalı eləsin və həmçinin Allahdan istəyirəm ki, yəni, bizə yəni, haqqı haqq kimi göstərsin və ona müvəffəq etməyə bizə yardım etsin və həmçinin batili kimi görsədib ondan çəkinməkdən bizə kömək olsun. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.